Salam dostlar, bu günlərim Robloxda proqramları tapma oyunu oynayırıq. Mən bu oyuna girəndə 33'dəymişəm. Oyuna indi girdim. İndi ən birinci sizinlə oynayıram. Həm də dostlar, abunə olub like atmağı unutmayın. Abunə sayımız düşüb. Yəni abunə olun. Opera. Dostlar, mən bu proqramları bilmirəm. Bunu bilsəm, abunə. Dostlar, abunə olun, abunə. Öyle şeydir mənim uşaqlığımın çizgi filmdə ya. Niyə mən hər şey edirəm bilmirəm. Doritos. Zara diyorsan budur. Ayda. Dostlar, diyeceğim ki mən proqramların çoxunu bilmirəm deyə. Ayda. Proqramların çoxunu bilmirəm deyə. Bunlarda biraz pisəm. Məncə sarıdır. Sarı qəşəngdir. Hə. Bundan məndə də var. Deməli belə duymuş, beləymiş. Diqqətlə baxsam görərmişəm. Ay. Yes. Həm də dostlar, yorumlara ən çox bəyəndiyiniz proqramın adını ya da azıcık filmin adını yaza bilərsiniz. Bu proqram nədir? Hə, Pinterest. Bu hamıda var da. Buna evdə boş olanda mən də baxıram. 69, 50'ye çatdıq. Katminik. Neydi onun adı? Çizgi filmler yadıma atacaq. Şirek budur da. Şirekin kulakları var. Bunda da budur. Hayda. Ondan sonra kesiymiş. Oha dostlar. Tek atıram hamısına. Deməli dostlar, hile tapdım. Bax indi. Deməli bu səhvdir. Buradan girməliyik. Mən nətər adam olacağım. Videoda adamlara hile göstərəcəm. Deməli, oyda. Oyun fake atır. Deməli, dostlar, siz olun. Oyunda hile eləməyin. Hile eləməyə 2 dəfə çalışdım. İkisini də kaybettim. Dostlar, oyunu kurtardık. 60'a kadar geldik. Dostlar, bu videonu çok beğenseniz videonun part 2'si də gələcək. Beğenseniz yorumlara yazın, part 2'ni də çəkərik. Sağ olun. Videomuz bitti.